Bir neçə gün əvvəl Bakı şəhəri Xətai rayonu Gəncə prospektində avtomobillərin mühərrik hissəsinə ilan girdiyi barədə məlumat vermişdik. Qlobal İnfos xəbər verir ki, bu dəfə Əhmədlidə oxşar hadisə qeydə alınıb. Sosial şəbəkələrdə yayılan məlumata görə həyət evlərindən birinə uzunluğu 1 metrədək olan ağ rəngli ilan girib. Bildirilir ki, o avtomobilin altında gizlənib. Hətta ev sahibi fərqli qurumlarla əlaqə saxlasa da heç biri məsuliyyəti öhdəsinə götürməyib. Mütəxəssislərin sözlərinə görə sözügedən problem şəhərdə əhalinin sıxlığından qaynaqlanır. İddia edilir ki, müxtəlif yerlərdə aparılan tikinti işləri ilanların öz yuvalarından çıxaraq, necə deyərlər, miqrasiya etməsinə səbəb olur. Bu proses təkcə Bakıda deyil, bölgələrdə də müşahidə edilir. Digərləri isə ilanların üzə çıxmasını mövsüm dəyişikliyi ilə əlaqələndirir. Belə ki, may və iyunun ortalarına qədər sürünənlər yem axtarmaq üçün qışlama yerlərindən çıxıb, ətraf ərazilərə səpələnirlər. Bu, ilanların ən aktiv dövrü hesab olunur. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.